قُلْ هَٰذِهِ سَبِيلِي أَدْعُو إِلَى اللّٰهِ Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala men la nebiyye ba'dahu amma ba'd. Esselamu aleyküm ve rahmetullah. Deməli, qardaşlar, Dərd və Dəva kitabından davam edirik dərsimiz Allah Subhanahu izni ilə. Deməli, keçən dəfəm qalmışdıq o hissədə ki, İbn Qeym Rahimehullah gətirir ki, bəzi insanların aldandıqları yer var. Yəni, misal üçün, ayələrdən və hədislərdən səhv başa düşdükləri yerlər var ki, hansı ki, o fəhim onlara Allah Subhanahu haramlarında davamiyyətli olmağa yəni, sövq eləyir. Hansı ki, dəlilləri ya özləri səhv başa düşüblər, ya da ki, nəfslərinə uyğun olaraq onu yozurlar. Deməli, bundan sonra İbn Qeym Rahimehullah nəyi gətirir? Deməli, gətirir, belə deyək də, yaxşı, əgər deyirsinizsə ki, bu ayələr, bu hədislər, bunu belə başa düşürsünüzsə, onda bu əzab hədislərinə nə deyirsiniz? Yəni, ardınca, hansı ki, qəbr əzabına və başqa şeylərə dəlalət edən hədisləri gətirir. Və ondan qabaq gətirir ki, bir kişi deyir, Həsən radiyallahu anhudan soruşur ki, deyir ki, daha doğrusu Həsən al-Basri'dən soruşur və deyir ki, ey Əbi Səid, deyir ki, biz deyir, bəzi qövmlərlə, yəni adamlarla otururuq, onlar bizə deyir, o qədər qorxuzurlar ki, hətta deyir, bizim qəlblərimiz az qalsın deyir, yəni əsim-əsin əslində. Yəni bizdə də var, deyir, qardaş, nə qədər qorxuzursan, arada mən Allahı sevdir də, mən Allahı sevərək ibadət etməliyəm, niyə qorxmalıyam ki mən? Bəzən ona görə deyir ki, bax, Həsən al-Basri Rahimehullah deyir ki, sizi deyir, qorxuzaraq sizə nəsiyyət edən qövmlər, o toplum ki, o yəni elm əhli ki, sizi Allahın əzabı ilə qorxuzaraq, sizi Allahın haramlarından uzaqlaşdırıb, qiyamət günü isə əminamanlığa çıxardanlar sizi bu dünyada əminamanlığa sürükləyib, yəni asiliklər içərisində israr olmağa və qiyamət günü isə peşmançılıq içində olanlardan daha yaxşıdır. Yəni, bəzən səni burada neyiniyir? Oyalayır ki, narahat olma, Allahın bağışlanma, rəhmət sifətini götürür, oyar. Amma neyiniyir? Səni bu sifəti götürəndə sənə nə əmələ gətirir? Səndə günahlara qarşı boşluq əmələ gətirir və sən də neyinirsən? Və sonra bu boşluqlar dola-dola qiyamət günü bir peşmançılığa gətirir, çıxardır. Və İbn Qeym Rahimehullah deyir ki, İmam Səhih Buxari və Müslimdə varid olan hədisdə gətirir ki, Usame ibn Zeyd radiyallahu anhun hədisində deyir ki, mən Allah elçisi sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Deyir, qiyamət günü bir kişi gətiriləcəkdir və deyir, o deyir, cəhənnəmə atılacaqdır. Və deyir, onun deyir, bağırsaqları qarnından töküldüyü zaman, tökülə-tökülə, yəni bağırsaqlarını əlinə ovuşduyub, yığıb, deyir, o deyir, odun içərisində deyir, fırlanacaqdır, deyir, dövr eləyəcəkdir. Necə ki, deyir, eşşək dəyirmanın başına dövr etdiyi kimi, o vaxtı, indiki kimi belə dəyirmanlar yox idi, alt üst 2 dənə daş qoyurdular, onun da başına ya əllə eləyərdilər, ya da ağac bağlayırdılar, ağacın bir tərəfində iplə bağlayırdılar eşşəyin boynuna. Eşşək fırlandıqca dəyirman elə bir üyüdürdü. Və o da deyir ki, yəni eşşək necə dəyirmanın ətrafına fırlanırsa, o cür deyir, odda fırlanar. Və insanlar cəhənnəm əhli hamısı bunun başına yığılaraq deyərlər ki, ey filan kəs, sənə nə baş verib, sənə nə üz veribdir, bu nə haldır yəni? Sən ki deyir bizə, bu dünyada deyir, dünyada olduğumuz zaman sən ki bizə nəsiyyət edirdin. Deyir ki, və bizi də deyir haramlardan deyir, çəkindirirdin. Və o deyir ki, mən sizə deyir bunları əmr edərdim, lakin özüm bunları tərk edərdim. Yəni ona görə də baxın, yəni elm dəvət etmək əsla o demək deyil ki, yəni sən artıq nicata çatmısan. Yəni insan bilmədiyinə, daha doğrusu dəvət etdiyinə özü də əməl etməlidir. Lakin burada bir məsələ var ki, bəzi alimlər gətirirlər ki,
Yəni o şərt deyil ki, hər bir çağırdığına öz əməl etməlidir. Baxın, burada bir incə məqam var. Bəzən görürsən, deyirlər ki, nətər özün bu əməli eləmirsən, amma cəmaatı çağırırsan, bu təşviq edirsən. Yox, söhbət nədən gedir burada? İnsan ola bilər ki, elə bir məsələni çatdırar ki, insanlara, cəmaata çatdırar, özü ola bilər ki, onu əməl etməsin, imanı çatmır. Amma insanları təşviq edir ki, insanlar bunu neynəsin, etsinlər. Dəlil buna nədir? Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisi. Deyir ki, məndən bir ayə olsa, hədis olsa belə çatdırın. Ola bilər ki, eşidən danışandan daha çox ona əməl etsin. Aydın oldu. Amma məsələ hardan gedir? Burada yəni cəhənnəmin əzabı ümumiyyətlə hansı şeylərə varid olubdur? Yəni ümumiyyətlə nafilə şeylərə görə cəhənnəm əzabı ola bilərmi yəni? Yox. Məsələ hara gəlir? İnsanın vaciblər və haramlardan söhbət gedir. Mən sizə deyirəm ki, Allahdan qorxun. Namazları 5 vaxt namaz qılmaq lazımdır. Özüm deyib qılmıram. Aydındır. Yəni deyirəm ki, qardaşlar, Ramazan orucunu tutmaq lazımdır. Özüm deyib tutmuram. Yəni söhbət vacibatlardan gedir. Vacibatlardan. Və yaxud da sizə deyirəm ki, qardaş, filan şey haramdır. Bunu etmə. Haramdan danışıram. Özüm deyib mən haramı eləyirəm. Məsələnin kökü buna qayıdır. Yəni o demək deyil ki, mən demirəm ki, qardaşlar, misvak etmək lazımdır, sünnədir, özüm eləmirəm. Yəni ola bilər ki, mənim hansısa bir problemim var, eləmirəm. Amma eşidən insan getdi, neynədir? Misvakı başladı hər gün istifadə etməyə, onun savabından əlhamdülillah əskilmədən o birisinə də gəlir. Çünki xeyrə yönətdiyinə görə. Və sonra şeyx burada başqa hədislər gətirir. Deyir ki, İmam Əhməd Əbi Rafi'in radiyallahu anhunun hədisində, rəvayət olan hədisdə deyir ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm deyir, Bəqi qəbirstanlığının yanından keçəndə deyir ki, uf ləqi, yəni vay olsun sənə, uf olsun sənə. Və deyir ki, mən elə zənn etdim ki, o deyir, mənə deyir bunu. Və deyir ki, dedim, ey Allahın Rəsulü, məni mi qəsd edirsən? Dedi, xeyr, lakin deyir, bu filankəsin qəbridir, bir zaman deyir, onu deyir, hansısa bir məsələ arxasınca göndərmişdim. Yəni, hədisin şərhində gətirir ki, Rasulullah sallallahu aleyhi və səlləm hansısa kiminsə üzərinə zəkatı yığmaq üçün onu başçı kimi göndərir. Və deyir, o deyir, zəkat malından deyir, götürmüşdü, deyir, icazəsiz götürmüşdü. Və onu da deyir, həmən bu əməlinə görə ona oddan zireh geyindirildi. Yəni, oddan paltar geyindirildi. Məhz bu əmələ görə. Şeyx Abdurazaq da gətirir ki, bunların hamısı nəyə görə çeşid hədislər gətirir İbn Qeym. Nəyə görə? Yəni, bəzən olur ki, insanlar fərqinə varmadan sədəqə malından, zəkat malından oğurluyurlar və bunun da günahlar üzərində israrlı olaraq nə deyirlər? Deyir, əlhəmdülillah, innəl həsənətə yüzhibnə seyyiət deyir. Əşi, burada zikr eləyirəm də, bu mənə burada da günahımı eləyirəm, nə dəxi var? Günah, savab işlər, günahlar işləri yuyur aparır. Və yaxud da deyir ki, misal üçün Allah spontala bağışlayandır. Və bu kimi şeylərlə allanır. Lakin İbn Qeym Rahimullah bu hədisləri gətirməklə bildirir ki, bax, bunlar hamısı kəbəirlərdir. Kəbəirlərə görə də, böyük günahlara görə nə gəlir? Əzab var qəbirdə və cəhənnəmdə əzab var. Və sonra burada yəni şeyx gətirir ki, həqiqətən də insan bəzən görürsən ki, səhlənkarlıq eləyir. İnsan hansısa bir dünya malını üz verəndə, əmanət ona hər hansı bir şey veriləndə, yəni onu sanki belə deyək ki, əmanətə xəyanət etməyi xəfif bir şeylər görür. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem bu hədisə nə gətirmişdi? Yəni bir insanı deyir, hansısa kiminsə evindən zəkatın, yəni beytulmala çatacaq zəkatı yığmaq üçün göndərir. O isə zəkatdan pul oğurladığına görə vaxt deyir, bu hal-hazırda deyir, o Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, nə deyir? O qəbirdə buna görə əziyyət çəkir. Və həmçində Peyğəmbər sallallahu aleyhi və səlləmin ən çox etdiyi dualardan biri də nə idi? Ya muqallibəl qulub, ya muqallibəl qulub, səbbit qalbi alə dinik.
Yəni ey qəlbləri çevirən, yəni mənim qəlbimi dinin üzərində sabit et. Və sahabələr Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, ey Allahın elçisi, biz sənə deyir iman gətirmişik. Və sənin də deyir, sən gətirdiyinə də iman gətirmişik. Və sən də özünə görə qorxursan. Və Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, bəli, həqiqətən də deyir, qəlblər Rəhmənin barmaqlarından iki barmağı arasındandır. İstədiyini istədiyi şəkildə çevirir. Burada da yəni işarə var ki, qardaşlar, yəni insanın qəlbinin çevrilməsi Allah Subhanahu əlindədir. Yəni bugün kiminsə İslamda, dində, qardaşların arasında olması aldatmasın. Ola bilər ki, yəni insan bugünkü gün halı ilə sabahsakı halı eyni ola bilməz. Çünki necə ki gətirirlər ki, fitnələr, Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Deyir, fitnələr son zamanda o qədər çox olacaqdır ki, insanlar deyir, mömin kimi deyir, sabahlayıb, kafir kimi axşamlayacaqlar. Və kafir mömin kimi axşamlayıb, kafir kimi sabahlayacaqlar. Ona görə də, qardaşlar, yəni bu şey insanı nəyə təhrik eləyir? Arxain olmamağa. İnsan öz zahiri ilə, ətrafı ilə aldanmasın. Yəni, baxın, günəşin şüalarına baxın, çıxanda ilk olaraq yaxın alırlar. Bir nöqtədən çıxırlar. Amma düşəndə biri dünyanın o başına, biri dünyanın bu başına düşür. Ona görə də gün kimsə hansısa cəmaatda olması, yəni cəmaat ətrafında möminlər, müsəlmanlarla birlikdə olması onu aldatmasın. Ola bilər gün çıxdıqları, gəzdikləri yerlər eyni olsa da qəlblərindəki olan zeyğ, yəni sapqınlığa, dəyişikliyə görə sabahsı gün yolları çox böyük bir məsafədə ayrıla bilərlər. Ona görə də daima Allah Subhanahu qəlblərimizin sabitçiliyi üçün bu duanı çox eləməliyik. Allahümmə ya muqalləbəl qulub səbbit qalbi alə dinik. Yəni ey qəlbləri çevirən, qəlbimi dinində sabit et. Ya musarrifəl qulubu vəl əbsar. Ey qəlbləri və gözləri çevirən, qəlbimi və qəlbimi itaətinə çevir. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin ən çox elədiyi dualardan olubdur. Və Allah Rəsulü sallallahu aleyhi və səlləmin hədisində Müslim rəvayət edir, deyir ki, dünyada deyir, ən çox neymət görmüş bir kəs gətiriləcək və deyir, ona deyir, cəhənnəmə batırılan zaman, yəni cəhənnəmə bir dəfə girən kimi ona deyəcəklər ki, nə qədər dünyada ləzzət görmüsən. Deyəcək ki, vallahi heç bir ləzzət, yəni dadı da qadından çıxıb, heç nə də görməmişəm. Yəni, bir dənə cəhənnəmə görməyi ilə, daxil olması ilə, yəni artıq onun bu dünyada bütün ləzzətləri bitdi yəni. Görən kimi görür ki, subhanallah, heç nə yadında qalmır. Adi insanları götürsə özümüzə qardaşlar. Yəni, vallahi gedib ən yaxşı kebab yesən, lap belə restoranın ən bahasında bir gün, 2 gün, lap bir 10 gün dalbadal ləzzətlərlə kef eləsən, 3 gündən sonra, 2 gündən sonra sənə deyəcəklər ki, qardaş, nə kimi ləzzət qaldı? Deyəcək, xatirədən başqa bir şey qalmır. Yəni, o ləzzət qalmır, keçici bir şeydir. İndi baxın, bu keçici şeylərin içərisində insan dünyasını keçirdir. Lap ən bahalı yeməklər yesə, ən bahalı miniklərdə gəzsə, yəni bütün zənginliyinin dadını çıxartsa, cəhənnəmi görən kimi o bütün ləzzətlər onun yadından çıxır. Və eləcə də Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, və həmçində bir mömin deyir, yəni ən çox əziyyət görən bu dünyada insanı deyir, gətiriləcək və o deyir, cənnətə daxil olan kimi ona deyəcəklər ki, nə qədər əziyyət çəkimsən? Deyir, vallahi, yəni heç bir əziyyət deyir, görməmişim. Heç hamısı yaddan çıxacaqdır. Yəni, baxın, görün, yəni, bu dənə bu hissəni düşünək bu hissəsini. Bax, Allah Subhanahu bax bu dünyada xəlq etdiyi gözəlliklər var da, düzdürmü? Elə yerlər var ki, gəzməyə gedirsən, baxırsan ki, subhanallah. Yəni dağın gözəlliyinə bax, burada olan ağaçların yaraşığına bax, rənglərə bax, nə qədər müxtəlif. Hətta məsələn heç gəzməyə getməsən, açırsan görsən kompüterdə nələr var. Düzdür qardaşlar. Bax,
Bu qədər gözəlliklər, nə bilim ceyran əti, nə bilim baxırsan, bütün müxtəlif bax, kabablar, bütün gəzmə, hamısını qoy. Şəriətə baxsan, Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, əgər bu dünyanın Allah qatında ağcaqanadın qanadı qədər dəyəri olsaydı, kafirə bir qurtum su da verməzdi. Və başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Deyir ki, 2 rükət sübh namazının sünnəti dünya və onun içərisindən daha xeyirlidir. Düzdürmü? İndi baxın, bax bu gözəllikləri xəlq edən Allah cənnət haqqında deyir ki, onların gözləri görmədiyi, ağılları dərk etmədiyi neymətlər hazırlanmışdı onlar üçün. Yəni cənnəti Allah Subhanahu taala tərifləyir. Deməli, bu dünyada əgər bizə yaraşıqlı görsənən şeylər onun yanında heç nədir. Çünki Allah qatında bu dünyanın dəyəri yoxdur. Ümumiyyətlə yoxdur. Amma cənnət haqqında Allah Subhanahu taala nələr deyir? Peyğəmbər sallallahu aleyhi və səlləm nələr deyir? Deyir ki, otaqlar sahibi olacaqdır. Otaqlar sahibləri, uca məqam sahibləri. Hansılar ki, onlara cənnətdə uca məqamlar veriləcəkdir. Deyir, cənnət əhli o uca məqam əhlinə yerdən necə ki parıldayan dan ulduzu var. Göyün bir qatında görsənir, dan ulduzu gəzmir, parıldayan ulduz. Bax, necə ki deyir, insanlar yerdən ona baxır. Cənnət əhli deyir, əhlül quraf, yəni təbəqə sahibləri, otaqlar sahiblərinə altdan o cür baxacaqlar. O qədər ucada olacaqlar. Cənnətdə, qardaşlar, yəni elə bir neymətlər hazırlanıbdır ki, vallahi baxırsan insan bunların hamısını düşünsə, baxar ki, vallahi, yəni həqiqətən də yəni nəyinə dəyişirsən yəni. Sadəcə olaraq bunun qarşısında duran bilirsiniz nədir? Bir şeyə görmədən iman gətirmək. Möminlə kafirin də fərqi buradadır. Allah Subhanahu taala mümeyyiz, seçilən hissə bunu qoyubdur. İman gətirənlər üçün də o. Görəndən sonra inanmağa hamı inanır. Amma görmədən iman gətirmək imanın şirinliyini ortaya, müminin təslimiyyətini ortaya qoyan yer məhz buradır. Ona görə də baxın, insan bu şeyləri düşünməlidir. Hətta Allah şahiddir ki, bayaq sən bir dənə görsən ki, keçirəm, olur bəzən ki, maşınla o gün keçirəm, görürəm ki, qabağımdakı maşın sürmür da, bilirəm ki, ya telefonla başı qarışıqdır, ya da ki, nəsəyində problem var. Gəlib yanından keçirəm ki, ağsaqqal kişili, saçı ağaq baxdı, Allah Subhanahu taala həmd olsun, rolun arxasında pul sayır. Gedə-gedə gəlirini hesablayır. Baxırsan ki, yaş baş gedib, insanlar hamısı bu cürdə əxi, hamı ancaq hesablayır. Və dünya bu cürdə, bax bu, indi o sözünə fikirləşirsən ki, bəlkə də onun əlini vurduğu pullar var, saydığı, ondan sonra neçə-neçə insanlar sayacaqdır. Və neçə-neçə oğlanlar yola salıbdır, sayıbdır, əlləri dəyib, pullar qalıb burada özləri gedibdir. Məsələnin kökü nədir, qardaşlar? Əmələ baxanda Allah Subhanahu taala hər adama əməl müvəffəq eləmir. Ona görə də bugünkü gün kimi Allah Subhanahu taala əməl nəsib edirsə, xeyir əməllər, vallahi bilsin ki, bu Allahın ona olan rəhmətidir. Və bundan sonra İmam İbn Qeym rahimehullah çox möhtəşəm bir hədisi gətirir. Hamımızın bildiyimiz hədisdir. Lakin burada bir incə məqamlar var, qardaşlar. Eşitmişik bu hədisləri, çox eşitmişik. Lakin bunu bir dənə düşünmək lazımdır. Allah Subhanahu taalanın izni ilə. İmam Əhmədin Musnədində Bəra ibn Azim radiyallahu anhunun hədisində deyir ki, biz Allah Resulü sallallahu aleyhi və səlləmlə ənsarlardan bir kişinin cənazəsinin ardınca çıxdıq. Yəni dəfn etməkdən ötəri. Və deyir ki, onu deyir qəbrə gətirib çatdırdığımız zaman və o ləhdə qoyulduğu zaman, yəni qəbrə qoyulduğu zaman Allah elçisi sallallahu aleyhi və səlləm oturdu deyir. Və deyir, biz də onun ətrafında oturduq, sanki başımızda bir quş durmuş kimi. Yəni o qədər sakit, yəni insanın başında quş qonandan ağarar, yəni sanki tərpənməyəm ki, uçar da birdən. Yəni o qədər deyir, hamımız itaətcəsinə oturmuşduq deyir.
Və Rasulullah sallallahu aleyhi və səlləmin əlində deyir, bir çubuq var idi. Onunla deyir, yeri cızırdı. Və o başını deyir, qaldırdı, dedi ki, qəbrin əzabından Allaha sığının deyir. Və bunu 2 dəfəm, 3 dəfəm dedi və sonra Allah Resulü sallallahu aleyhi və səlləm dedi ki, həqiqətən də mömin qul dünyadan qırıldığı ahirətə yönəldiyi zaman, yəni ki, bu nədir? İnsanın ölüm anıdır. Bunu düşünək, qardaşlar. Bu, əsla bizim üçün qıraq məsələ deyil. Yəni, hər kəsə üz verəcək bir məqamdır. Hər kəs bunu yaşayacaq. Hər birimiz. Və Peyğəmbər sallallahu aleyhi və səlləm o hal haqqında danışır. Bizə gələcəkdə üz verən hal haqqında danışır. Deyir ki, mömin, yəni, ölüm anında bu dünyadan qırıldığı və ahirətə yönəldiyi zaman onun deyir, yanına mələklər gələr. Səmadan mələklər gələr, üzləri ağappaq. Sanki onların üzləri bir günəş kimi parıldayır. Və onların əl yanında deyir, kəfənləri var, cənnət əhlinin kəfənindən olan bir kəfənləri var və həmçinin də deyir, yanlarında da ətir var. Hansı ki, cənnət ətirlərindəndir. Onun deyir, gözünün ən axırıncı gördüyü məsafədə oturarlar. Baxın, ölüm anına baxın, qardaşlar. Bu, hər kəsə üz verəcəkdir. Və hər kəsə üz verəcəkdən savayda yaxınlarımızı ki, aparıb dəfn eləmiş ya, onlara da üz verirsin. Çünki bunu Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verir bu haqqında. Ona görə bu məsələləri bir hədis kimi oxuyub keçmək lazım deyil. İnsan bunu yaşamalıdır. O zaman o səni tərif edəcəkdir. Yəni, sən bu kitabı oxuyandan sonra yenə də gedib günahlar üzərində israr edirsənsə, sənin qəlbindən nə fayda oldu? Yəni, bu qəlb nə xəstə mi qəlbdir, ölü mü qəlbdir? Bu qəlb nə qəlbdir yəni? Əgər təmizlənmirsə, yəni təsirlənmirsə, bu ayələrlə, hədislərlə nə ilə təsirlənəcəkdir? Yəni, bu qəlb sabunla, paraşokla, moyka ilə, 3 atmosfer su ilə, bunlarla yuyulmur yəni. Bu qəlb ancaq Allah və Rasulunun yəni ayəsi ilə, hədisləri ilə, istiğfarla, bununla təmizlənir. Yəni, bununla da təmizlənməyən qəlb, Allah qorusun, yəni xəstələnməyə və ölümə doğru gedir. Ona görə də baxın, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, sonra deyir, onun yanına ölüm mələyi gəlir. Onun başının üzərində oturur və deyir, ona deyər ki, ey rahat nəfs, çıx. Çıx deyir Allah Subhanahu taalanın razılığına və məğfirətinə. Və deyir, onun deyir, ruhu çox asandır. Sanki stəkandan, ya bir qabdan su necə rahatlıqla axar, o cür axıb keçir. Bu möminin ruhudur. Və sonra deyir ki, onun deyir, ruhunu çıxardan kimi bir göz qırpımında mələklər onu götürər. Onu cənnət deyir, kəfəni ilə kəfənləyər, ətri ilə ətirləyərlər və neyərlər? Onu göyə qaldırarlar. Və deyir, onun hər dəfəm deyir, səmaya çatdıranda səmanın qapıları açılar. Və hər dəfəm keçdikcə göy əhli soruşar ki, bu kimdir? Bu kimin ruhu? Bu kimin nəfsidir? Bu kimin ruhudur? Deyir, dünyada çağırılan ən gözəl adla çağırırlar ki, bu filankəs oğlu filankəsin ruhudur. Hər kəs deyir ki, nə gözəl qoxur, nə gözəl nəfsdir. Və bu cür bütün səmanı qalxar. Sonra Allah Azza və 7-ci səmadan sonra Allah Azza və Cəlləyə neyniyər? Deyər ki, qulumu yerə qaytarın. Mən onları torpaqdan yaratdım, onları torpağa qaytaracağım və yenidən nədir? Onları oradan dirildəcəm. Və onun ruhu, yəni nəfsi bədəninə qayıdır, qəbrində. Və sonra onun yanına 2 mələk gələr və onu sorğu-suala tutarlar. Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir? Və dinin nədir? Deyər ki, Rəbbin kimdir? Deyir, Rəbbim Allahdır.
Rasulun kimdir? Muhammed sallallahu aleyhi və səlləmdir. Kitabın nədir? Deyəcək kitabın, daha doğrusu dinin nədir? Deyir İslam və deyir sən bunları hardan öyrəndin? Deyir ki Allahın kitabını, kəlamını oxudum və bildim. Burada nə var? Dəlillərdən biri də Allah Subhanahu taalanın kitabını oxuya bilməyənlərə mesaj var. Orada deyir ki Allahın ayələrini, yəni kitabını oxudum və bildim. O görə də və göydən, səmadan nida gələr, qulum doğru dedi. Onun yerini deyir, onun deyir, qəbri gözünün son görən məsafəsinə qədər neyniyər? Genişlənər. Onun deyir, qəbrinə cənnətdən bir qapı açılar. Oranın küləyindən, yəni mehindən, təravətindən ona gələr. Və bir kişi insan cildində bir nəfər gülər üzlü, şən bir insan gələr onun qabağına, deyir, sən kimsən? Sənin nə gözəl sifətin var, necə də bir gözəl görkəmin var. Sanki bir xeyir istəyən insana oxşuyursan. Deyir ki, mən sənin əməllərinəm. Bu hədisi elə belə götürməyək, qardaşlar. Hər kəs elədiyi əmələ baxsın bu dünyada. Həqiqətən də mi bizim əməllər qəbirdə bizə gözəl insan kimi gələcəkmi, yoxsa yox? Yəni bizə nələr üz verəcək? Biz elə bilirik ki, yəni mömin kimi elə bütün hər şey gələcək bizim başımıza. Yəni o şeyləri yaşamaq üçün bu dünyada mömin kimi yaşamaq lazım. Ki həmən anı qazana biləsən. Və o deyər ki, ya Rab, qiyamət tez qopsun ki, mən öz əhlimə, öz malıma, öz yerimə yetişim. Axı görür axı oradan. Cənnətin qoxusun, iyisin. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm kafir haqqında danışır. Deyir ki, ölüm anında deyir, üzləri qapqara olan mələklər gələr deyir. Onun gözünün son duran məsafəsində durarlar. Və deyir, onların əllərində deyir, sərt geyim olar, hansı ki, yəni belə deyək ki, dalayan yundan parçadan olan bir geyim. Və ölüm mələyi gələr, onun başının üzərində durar. Və ona deyər ki, çıx ey xəbis nəfs, pis nəfs, çıx. Və deyir, onun ruhu bədənindən tikanlı sim, yaş yundan necə çıxar? Hesab ki, bir yaş yundur. Adi görürsünüz, yunu çırpanda yun yapışır. İndi o tikanlı sim, məhdili ya çubuğu vurasan, yaş yunun içinə salasan, sonra çıxardanda neyniyər? Yəni cıra-cıra, dağıda. Yəni bax deyir, kafirin bədənindən ruh bu cür çıxacaqdır. Yəni bunu təsəvvür eləyin, yad adamlarda təsəvvür eləməyin. Vallahi həqiqətən dəhşətdir. Öz ətrafımızda, öz qovumumuzda, öz yəni yaxınlarımızda hansıları ki aparıb dəfn edirik, ibadətsiz. Öz qohumlarımız olsun. Hansı halda razıyıq ki, geçsinlər bu cür. Vallahi yəni həqiqətən dəhşətdir. İnsan bunlara baxanda görsən ki, subhanallah, yəni necə rahat şəkildə bunları yaşayırıq. Yəni sanki, əlhamdülillah, yəni razıyıq bundan. Amma halbuki bəlkə də inanırsınız qiyamət günü həmən o qohumlar, həmən o yaxınlarımız Allah Subhanahu taalanın huzurunda inansınız bizlə qırğına çıxacaqlar ki, ya Rab demədi. Demədi, desəydi eləyərdim deyək. Bu dünyada utandığın adamlar var ha. Deyirsən, mən nətər buna deyim, buna, mən nətər çatdırım buna. Deyəcəm, məndən inciyəcəkdir. Həmən o adam qiyamət günü yapışacaq xırtdəyindən sən. Ya Rab, demədi, desəydi təslim olardım. Demədim ha. Onda neyniyəsən? Çatdırmadı ya Rab. Sən bugün utandığın şey qiyamət günü bəlkə də sənin üçün nə olacaq? Peşmançılıq olacaq. Ona görə də baxın, deyir ki, onun ruhu oradan çıxan kimi bir göz qırpımında nədir? Ölüm mələyi çıxardan kimi mələklər onu götürər və həmən o yəni sərt olan paltardan onun geyimini geyindirərlər və deyir onu qaldırarlar göyə.
və onun üzünə deyir, səmanın qapıları açılmaz. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu zaman Əraf surəsinin 40-cı ayəsini oxuyur. La tufəttəhu ləhum əvvabus səmai və la yədxulunəl cənnətə həttə yelicəl cəməlu fi səmmil xiyat. Yəni onlara deyir, göylərin qapıları açılmaz və onlar cənnətə dəvə deyir, iynənin gözündən keçdiyi zaman girə bilərlər. Yəni ki, cənnətə heç vaxt girə bilməyəcəklər. Və o oradan deyir, nədir? Düz qəbrinə, yəni öz qəbrinə düşür, yəni göydən və bu zaman deyir, onu otuzdururlar 2 dənə mələklər, qorxunc sifətli mələklər. Və ondan soruşurlar ki, Rəbbin kimdir? Mən Rabbuk. Deyir ki, elə hədisdə də bu cür gəlir, bilmirəm. Yəni, heyran içində qalır. Deyir, bilmirəm. Və soruşurlar ki, dinin nədir? Yenə deyir, bilmirəm. Və sonra deyirlər ki, və sizə göndərilən o kişi kimdir? Deyir, bilmirəm. Baxmayaraq ki, bu dünyada bilirdi, eşitmişdi. Və bu zaman səmadan səs gəlir ki, deyir ki, yalan danışdır. Onun deyir, nədir? Qəbrini darlaşdırın. Və deyir, onun qəbri deyir, qabırğaları bir-birinə keçənə qədər deyir, sıxlaşar. Yəni, o qədər qəbri daralar və onun qəbrinə deyir, cəhənnəmdən deyir, bir qapı açılar. Oranın deyir, ifunətindən, çirkin iyisindən, qoxusundan ona gələr. Və deyir, bir pis sifətli bir kişi deyir, onun qarşısında gələr və deyər ki, sən nə qədər pis bir insansan. Bu nə sifətli, sən kimsən deyir. Sanki sən şər istəyən adamsan. Deyir, bu sən deyir, mən sənin əməllərinəm. Bu dünyada olan əməllərinəm, mən sənə nə deyir? Əməllərinəm ki, qəbirdə səninlə yoldaş olacam. Və ümumiyyətcə, qardaşlar, insan bilməlidir ki, bu şeylər, yenə deyirəm, əsla bizdən qıraq bir şey deyil. İnsan bilmir hansı sifətli olacaq. Baxın, Allah Subhanahu taala Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Lə-in əşraqtə ləyəhbətən əməlük. Əgər şərik qoşsan, əməllərin puç olacaq. Görün bunu kimə deyir? Muhammed sallallahu aleyhi və səlləm. Yəni, əgər Allah Rəsulü özünə belə qorxardısa, ona deyilən sözlər biz belə idisə, yəni biz nə cür əminik ki, yəni biz nətər öləcəyik? Hələm bilmirik, qardaşlar, bizi qabaqda nələr gözləyir? Hələm hansı fitnələrdən keçəcəyik? İmanımızı Allah Subhanahu taala nə cür sınayacaqdır? Ona görə də, baxın, İbn Qeym rahimehullah, daha doğrusu İbn Teymiyyə rahimehullah Kitab-ül İmanda gətirir buna. İman kitabında insanın imanı haqqında danışır. Deyir ki, mucməl iman bilirsiniz də nədir? Bax, insan La ilahe illallah dedi, Muhammeden Resulullah dedi. Düzdürmü? Bu insanın, bu iman qurtula bilər. İbn Teymiyyə rahimehullah deyir ki, bəli, əgər Allah Subhanahu taala deyir, onu rəhm eləyib, o iman üzərində sabit öldürsə, o onun cənnətə girməyinə səbəb olacaqdır. Mucməl imandan deyir. Amma deyir, o elə bir imandır ki, əgər onu kimsə şəkkə salmaq istəsə, şəkkə düşəcək. Azdırmaq istəsələr, azmağa meyillidir. Yəni, o iman var, ha. La ilahe illallah Muhammeden Resulullah deyib, mucməl olaraq deyib, bunu ümumiyyətlə heç dinləmir. Bildirilmək istəyəm, yəni insan elm örgənmir, elm məclislərinə getmir. Onun üçün heç nə maraqlı deyil. Deyir ki, iman gətirmişəm, Allaha qurban olum. Peyğəmbərdən də qurban olum, Allaha da. Yaşayıram da özüm üçün. Bu iman var, ha. Bu iman onu qurtaran deyil. Görsən, Eşat Mirinin bir dənə fitnəsindən nə qədər elə mucməl iman gətirənlər gedir. Aydındır? Yəni, nə demək istəyirəm, qardaşlar? Bizi hansı imtihanlar qabaqda gözləyir, biz bilmirik. Yəni, biz bugün əmin-amanlıqda gəlib bu dərsləri keçiriksə, o deməkdir ki, biz ömrümüzün axırına qədər
bu cür rahatçılıqla yaşayıb və sonra Rəbbimizə qovuşacaq. Yox. Ola bilər ki, sabah elə bir imtahanlar gələr ki, imanı ortaya qoymaq üçün həqiqətən də müminin imanı orada lazım olacaqdır. Dinindən qaçanlar olar. Necə ki, cihaddan vaxtıyla Peyğəmbər sallallahu aleyhi və səlləmin vaxtında qaçanlar var idi, münafiqlər var idi. Münafiqlər ümumiyyətcə ha vaxt çıxırdı ortalığa. Möminlərin, yəni müsəlmanların fərahı olan pulları olduğu zaman üzə çıxdılar, ha vaxt xəyanət etdilər möminlərin çətin vaxtında. Ona görə də qardaşlar, bugünkü gün bizim ortalıqda belə qəşəng şəkildə saqqalla, ispalla gəzməyimiz bizi allatmasın. Ola bilər sabah Allah Subhanahu bizi elə imtihana çəkər ki və bizim nədir? Sabit qalanlarımız içimizdən çox az olar. Və nə cür öləcəyimizi də bilmirik. Ona görə nə lazımdır? Ona görə Allah Subhanahu çoxlu dua eləmək lazımdır. Sabitçilik istəmək lazımdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bunları bilirdi, görürdü. Ona görə də bildiyinə görə bu cür dualar edirdi. Və bir gün Rasulullah sallallahu aleyhi və səlləm, deməli bu da İmam Əhmədin Musnədində gəlir, sahabə deyir ki, biz deyir Rasulullah sallallahu aleyhi və səlləmlə ətrafında oturmuşduq, deyir, bizdən deyir, bir toplum gördük, yığışmışdılar bir yerə, Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, onlar nəyə görə topalanıblar bir yerə? Deyir ki, bir qəbir qazırlar, yəni qəbir qazırlar, kimsə dünyasını dəyişir ona görə. Və Rasulullah sallallahu aleyhi və səlləm həyəcan içində durur və deyir ki, öz sahabələrinin önündə gedir həmən yerə, qəbrin yanına çatdığı zaman qəbrin yanına diz çökür və o qədər baxır ki, ola, düşünərək qəbrə baxır və o qədər ağlayır ki, sahabə deyir ki, hətta deyir, nədir? Torpaq nəmlənmişdir, deyir, gözünün yaşından Rasulullah sallallahu aleyhi ve sellemin. Və çelinir deyir ki, sahabələrinə deyir ki, sonra deyir, Aqbələ əleynə, deyir, sonra deyir, bizə tərəf söndü, dedi ki, ey qardaşlarım, deyir, bu gün üçün deyir, tədarük görün, deyir. Rasulullah sallallahu aleyhi ve sellem deyir, bu gün üçün tədarük görün. Yəni, bu hədislər həqiqətən də əzəmətli hədislər, qardaşlar. Yəni, apararıq yaxınlarımızı dəfn edirik, çıxıb gəlirik. Və elə bilirik ki, yəni bu gün də onundur, sabah onun növbəsidir. Bir sürü bununla əşələnmənə var. Amma qəbrimiz üçün əməl görmək istəmirik. Boş-boş vaxtlarımız gedir, misal üçün, adi nədir? Zikr eləməyə, 2 dənə dodağı tərpətməyə görsən ki, misal üçün nədir? İnsan müvəffəq ola bilmir. Ağır gəlir. Elə bilirsən ki, hələm var. Hələm çox var. Əsla bəlkə də vallahi deyirəm, bəlkə də bilmirik, bəlkə də buradan çıxanda kiminsə qədəri çatıbdır. Hansımızınsa vallahi ölüm xəbəri çatacaq. O qədər olub. Elə o vaxt elə burada qardaşla sübh namazını qıldıq. Qardaş cümə günü səhər buradan getdi, dünyasını dəyişdi. Cavan oğlan, sağlam oğlan sübh namazında, cəmaatla burada sübh namazını qıldı, cümə günü. Hamı ilə aralaşıblar, qardaş girdi, hamama çıxmadı. Yəni, nə demək istəyirəm? Heç kəs bilmir hava olacaq. Amma Peyğəmbər sallallahu aleyhi ve sellem bunları görün, necə qəşək düşündüyünə görə deyirdi ki, ağlayırdı. Deyirdi ki, bu günün üçün tədarük görün. Amma halbuki bizimkilərdən elələri var ki, gedəndə qəbir üstünə başlı qıraqda deyib gülürlər. Bir-birinə zarafat edirlər. Qəbrin yanında. Vallahi dəhşət. Və bir gün də deyir Allah Resulü sallallahu aleyhi və səlləm bir gün deyir bizim yanımıza çıxdı. Bu da İmam Əhmədin Musnədindədir. Deyir ki Allah Resulü sallallahu aleyhi və səlləm bir gün deyir çıxdı və dedi 3 dəfəm deyir çağırdı deyir belə səsləndi ki ey insanlar mənimlə sizin misalınız bilirsiniz nəyə bənzəyir? Dedilər ki Allah və Resulü bilir. Deyir ki sanki deyir bir toplumdur. Üstlərinə qoşun gəlməyini gözləyir. Bilirlər ki, bunların üstünə hücum eləyəcəklər. Bir nəfəri göndərirlər ki, get qabaqda dur,
Gördün, qoşun gəlir, qabaqcadan bizə gəldinən ki, gəlirlər. Deyir ki, mənimlə sizin misalınız ona bənzəyir. Yəni, mən sizə gələn əzab haqqında xəbərdar edirəm. Və deyir, həmən o carçı var, qaça-qaça gəlir ki, birdən deyir, məndən qabaq düşmən gəlib cəmaata çatar. Oradan qışqıra-qışqıra gəlirəm ki, yəni gəlir. Yəni, cəhənnəm, qiyamət gəlir, ey insanlar. Rasulullah sallallahu aleyhi və səlləm bunu xəbər verir bizə. Bizə deyir ki, gəlir əzab, ölüm yaxındır, hazır ol, gəlir. Sən də deyirsən ki, əlhəmdə, bəlkə yalandan danışır. Biri yalanlayır həmən carçını, biri deyir ki, boş şeydir, Allah bilir. Qəfildən yaxalayanda nədir? Kim hazırlıq görmüşdüsə, silahını götürmüşdüsə, özü ilə tədarik götürmüşsə, o şeyə hazır yaxalanır. Kimsə inanmadısa carçıya, nə edir? Həmən vaxtı, nədir? Yəni, qalasız yaxalanır. Ona görə də, yəni insan Rasulullah sallallahu aleyhi ve sellemin hədislərinə yanaşmaq ucur olmalıdır. Ondan gələn xəbərlərə, yəni insanın gətirdiyi iman, gətirdiyi mislində yəni faydası olur. Sən nə qədər inanırsan, nə qədər yaşayırsan, o qədər tədarükün görürsən. Ona görə insan çalışmalıdır ki, bu şeylərdə neynəsin? Yəni tədbirli olsun və imanını tez-tez imtihana çəksin. Və başqa bir hədisdə də, inşallah bunu da oxuyaq biiznillah, dayanaq. Peyğəmbər sallallahu aleyhi və səlləm içki içənlər haqqında deyir ki, həqiqətən də hər bir sərxoş edici şey haramdır. Həqiqətən də deyir, Allah Subhanahu taala özünə əhd veribdir ki, içki içənləri deyir, cəhənnəmin tinətil xabəldən iç izdirəcəkdir. Və sahabələr soruşur ki, ya Rasulullah, o nə deyil? Deyir ki, cəhənnəm əhlinin bədənlərindən axan çirkli, qanlı, irinli suyu deyir, Allah Subhanahu taala onlara iç izdirəcəkdir. Və doğrusunu Allah bilir, Allah Subhanahu taala'dan istəyir ki, Allah Subhanahu taala bizə gözəl sonluq versin. Rəbbim bizi eşitdiyi faydalanlardan etsin. Yəni, öyrəndiyimizi Rəbbim bizim həyatımızda əsərini nəsib etsin görək. Əhlimizdə, övladlarımızda və sevdiklərimizdə bunun əsərini yəni görməyə nəsib edəsin bizə Allah Subhanahu. Allah Subhanahu taala'dan istəyir ki, Rəbbim bizi pis sonluqdan, cəhənnəmin əzabından, qəbrin şiddətindən, əzabından və həmçinin də pis insanlara bu dünyada və axirətdə bir olmaqdan Allah Subhanahu taala bizi qorusun və doğrusunu Allah bilir. Subhanakallahumma rabbana və bihamdik və əşhədu an la ilahe illa ente və estəğfirullah və etûbü ileyh. Və fikum barakallah.